hərəkəti qısa atış texnikası. Yəni elə biz sən yandırırıq, yəni müddətdən sonra geri çəkir. Yandırırıq, geri çəkir. Burada qısa millimetrə geri çəkmək lazımdır ki, yəni geri çəkdikdə də tam olaraq əmin olaq ki, həmin hissələrdəki olan toxmaları biz yandırmışıq. Və bu prosedur nə cür dəyərləndirilir? Yəni prosedurdan öncə düyünün müddət, yəni doktor rejimdə onun vaskularizasiyası dəyərləndirilir ki, bəli, bu, məsələn, vaskularizasiyası 60 gündür və prosedur bitdikdən sonra prosedur effektivini dəyərləndirmək üçün yenidən təkrar doktora aparılır ki, bəli, biz tam əmin olaq ki, həmin nahiyədə, yəni yandırdığımız nahiyədə hər hansı bir dama qalmamışdır. Bu isə bizim prosedurdur. Prosedur nə cür bizə alınır? Biz hardan başlamalıyıq? Bəyək göstərdik ki, buradan başlayırıq. Buradan başlayıb yandıra-yandıra geri çəkirsən. Sonra buradan başlayırıq bu şəkildə. Bu şəkildə, belə deyək də ki, qısa atış texnikası deyilir. Yandırır tam bura qədər. İndi öncə iynə nə cür yeridir? Yəni bu şəkildə, belə 15 dərəcə ucaq altında və biz orada görürük ki, iynəmiz sarıdır. Gördük iynə gəlir. Salda biz düyün içərisində, artıq düyün içərisində yeridir. Hissələdir. Qarşıda keçəndə biz hiss edirik ki, artıq düyünün mənfəzindəyik. Və daimi iynənin ucu bizim nəzarətimiz altında olmalıdır. Və yaxınlaşdırırıq. Bizim düyün tutulmalarına göstərimiz altında. Başlaya bilərik biz? Hazır efendim, ben size yolun sözü başlayayım. Görürsən, iynə uzunu mən hiss edirəm ki, burada başlayır. Bunu görəsinlər, vaporizasiya prosesi. Gördünüz ki, ağardı. Hiss razı görürsən edə. Mən burada da hiss edirəm. O xüsusi halı da var zaten. O geri çəkir. Canlı toxumada başqa bir görürsən. Çok kazanmaya geldi ama canlı tonunu kazanmaya geldi. Çok sağlam. Geri çekilir. Geri çekilir. Gıdaları koymuşsun. Biri ben yapacağım, mesela. Gördünüz mü?